Salamlar əziz Azərbaycanlı qardaşlarımız, o taylı bu taylı. Bəzi Azərbaycanlı qardaşlarımız gəlib bir dənə video paylaşmışam ki, İranın cinayətlərindən, xiyanətlərindən Azərbaycana və Türk dünyasına qarşı etdiklərini paylaşmışam və orada bəziləri gəlib belə eləyir. Sən niyə İsraildən tərəfdarlıq eləyirsən? Əlbəttə mən İsraildən tərəfdarlıq eləməmişəm. Mən demişəm ki, bəzilərinə İsraili bəhanə eləyib fars faşizminə xidmət eləməyin. Bu sözü demişəm. Və bəzi dostlar gəlib belə yazıb ki, sən görmürsən İsrail uşaqları öldürüb. Mən də onlara demək istəyirəm ki, Suriyədə, Əraqda, Yəməndə İran terror rejimi Qasım Süleymanı əlindən minlərcə günahsız insanları, minlərcə uşaqları, Rusiyada onların içində, Rusiya ordusu da onların içində nə qədər insan öldürdülər. Siz onlara heç narahat olmadınız, heç o dönəmdə gəlib münasibət bildirmədiniz. İndi nə olub, hamımız İsrail məsələsini gətirib qabağa. Baxın, mən demirəm İsrail bizim dostumuzdur. Biləxərə Azərbaycana Qarabağda dəstək verib. İndi dost sayılır bizə Azərbaycanlılara. Amma İran terror rejiminin Azərbaycana və Türk dünyasına etdiyi düşmanlıqların mində birini də İsrail bizə etməyib. Dostlar, sizdən xahiş edirəm, bu videoyu ki paylaşmışam. Aşağıda linki buradadır. Bu aşağı linkə tıklayın, izləyin onları və paylaşın bütün hər kəsə. Başa düşsünlər ki, İran terror rejimi nədir? Sağ olun, var olun, yaşayasınız. Yaşasın Azərbaycan, yaşasın Türk dünyası, məhv olsun İran terror rejimi, ölüm olsun Azərbaycanın və Türk dünyasının düşmanlarına.